İyunun 7-sində Ermənistanda keçiriləcək seçkilərə bir aydan da az vaxt qalıb. Təbii ki, seçki öncəsi daxili və xarici qüvvələr arasında gərginlik də artır. Artıq Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi partiyaların reytinqləri də açıqlanıb. Hazırda biz mövzunu bu istiqamətdə müzakirə edirik. Bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, hər vaxtınız xeyir olsun. Sabah xeyir. Məhəmməd müəllim, seçki öncəsi vəziyyəti necə şərh eləmək olar hazırki vəziyyət üçün? Bəli, Ermənistanda 7 iyunda parlament seçkiləri öncəsi hazırda müxalifət və iqtidar arasında çox ciddi şəkildə rəqabət gedir. Demək olar ki, həm Mülki Müqaviləsi Partiyasının rəhbəri baş nazir Nikol Paşinyan, həmçinin Hayastan blokundan Robert Koçaryan, seçilənən Ermənistan Partiyasının Qabıq Sarıkyan, bunlar göründüyü kimi kifayət qədər Ermənistan bölgələrində görüşlər keçirdirlər, həmçinin bir-birlərinə qarşı çox sərt bəyanatlar verirlər. Hətta parlament müstəvisində Nikol Paşinyan müxalifətə qarşı çox kəskin və etqadankənar sözlər deməklə müxalifəti məhz parlamentə buraxmamağı xalqdan xahiş edir, tələb edir. Çünki müxalifətin tezisləri həqiqətən də Ermənistanı növbəti 90-cı illərə göndərmək və Ermənistanı Azərbaycanla növbəti müharibəyə sürükləməkdən ibarətdir. Bütün bu tezisləri Nikol Paşinyan xalqa deyir. Qeyd edim ki, Güclü Ermənistan Partiyasından Samvel Karapetyanın baş nazirliyə namizəd təsdiq olunmasa da, onun partiyası da bu seçkilərdə iştirak edir. Yəni, göründüyü kimi üçbaşlı bir müxalifət var. Sarıkyan, Samvel Karapetyanın Güclü Ermənistan Partiyası və Robert Koçaryan. Və düşünürəm ki, burada həm Sarıkyan, həm də Karapetyanın partiyası birbaşa Robert Koçaryanı ciddi şəkildə bunlar dəstəkləyirlər. Və prosesdə düşünürəm ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi xaosa, müəyyən təxribatlara da gətirib çıxara bilər. Çünki müxalifət birbaşa Moskvaya tabi edir. Diaspora həmçinin Avropa parlamentində müəyyən qruplar da məhz müxalifəti dəstəkləyir və bunların da əsas da məqsədi Ermənistan və Azərbaycan arasında sülh prosesinə mane olmaq, Nikol Paşinyanın mövqeyini sarsıtmağını ibarətdir. Ümumiyyətlə, Məhəmməd müəllim, belə bir fikirlər də var ki, Rusiya təsirləri azalıb seçki öncəsi Ermənistanda. Nə dərəcədə doğrudur? Bunu necə əsaslandırmaq olar? Düşünmürəm ki, Rusiyanın təsiri Ermənistanda zəifliyib, xüsusilə seçki prosesinə. Rusiya təbii ki, Ermənistanda Nikol Paşinyana ciddi təzyiq edə bilmir. Çünki Nikol Paşinyanın xalq arasında kifayət qədər reytingi var, amma müxalifət müstəvisində Rusiya əlindən gələni edir. Xüsusilə Robert Koçaryana, həmçinin Samvel Karapetyanın Güclü Ermənistan Partiyasına dəstəklər davam edir və Rusiyadan da milyonlarla dollar bu partiyalara köçürülür və bu pullar da məhz ermənilər arasına paylanılır ki, etiraz aksiyalarına gəlsinlər, mintiklərə gəlsinlər və seçkilərdə müxalifətə səs versinlər. Yəni, proses bu istiqamətdə gedir. Rusiya hələ ki, müəyyən qədər gözləmə mövqeyindədir. Çünki birbaşa müdaxilə edərsə, Nikol Paşinyan bu iki dövlət arasında dəv uçurum yarada bilər. Bir nəzər alaq ki, Nikol Paşinyanın xalq arasında kifayət qədər reytingi var və Rusiyanın da müəyyən qədər çəkindirdə bundan ibarətdir. Məhəmməd müəllim, xatırlayırsınızsa bir neçə gün bundan öncə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müsahibə vermişdi və o müsahibəsində də bir çox ittihamlar səsləndirmişdi. Ümumiyyətlə, onun müsahibəsinin də səsləndirdiyi fikirlərin məhz hər hansı bir təsiri ola bilərmi? Bilirsiniz, Robert Koçaryan daima elə arxaik düşüncədə qalır. Demək olar ki, bütün tezləri 90-cı illərə yönəlib və Azərbaycana qarşı iddialar, trip layihəsi, Səngəzur layihəsinə, dəhlizlə qarşı çıxmaq, Qarabağdan köçən ermənilərin geri qayıtması, bu məsələlər, Ermənistan təhlükəsini Rusiyada görmək, Türkiyə sərhədlərinin Ermənistan iqtisadi maraqlarına cavab verməməsi kimi, yəni bu kimi məsələlər.
Və bundan əlavə yeni iqtisadi layihələr elan edir ki, o da bunda Nikol Paşinyan həyata keçirir. Müxalifətin yeni siyasi iqtisadi layihələri isə onların müəyyən tezisləri də bu müstəvidə hamısında Nikol Paşinyan indiyə kimdə yerinə yetirməkdədir. Ona görə Robert Koçaryandır, onun parti blokunun da üzvlərinin demək olar ki, xalq arasında reytingdə yoxdur. Və onların da tezisləri, Robert Koçaryan da həftədə bir keçirdiyi, briefinglər verdiyi açıqlamalar da getdikcə onun nüfuzdan düşməsinə və yeni bu qüvvələrin yenidən hakimiyyətə gələrsə, Ermənistanı növbəti bir bataqlığa sürükləyəcəyi də tamamilə aydın olur. Robert Koçaryan indiyə kimi xalqına nə verdi ki, bundan sonra xalqına hər hansı bir yenilik verər. Son olaraq soruşmaq istəyirəm. Biz Rusiyanın təsirlərindən danışdıq. Bəs Qərbin təsiri hazırda hansı yerdədir? Ermənistanda seçkilər öncəsi. Qərb kifayət qədər Nikol Paşinyana dəstək verir. Avropa İttifaqının bütün missiyası da Ermənistana gəlir. Rusiya hibrid təhdidlərinin kütləvi informasiya vasitələrində cəmiyyətdə və digər sahələrdə Rusiyanı neytrallaşdıra bilsin. Bəs Avropa siyasi birliyinin Ermənistanda keçirildiyi iclas da məhz Qərbin indiki hökumətə verdiyi dəstək nümunəsidir və burada qəbul olunan qərarlar iki tərəfli Avropa İttifaqı və Ermənistan arasında münasibətlərin inkişafı və tərəflər arasında müqavilələr, açıqlamalar düşünürəm ki, bir növ Avropa Qərbin Ermənistan hökumətinə verdiyi dəstək və bununla da bir daha aydın görünür ki, Rusiya müxalifətə, Qərb isə hakimiyyətə dəstək verir və bu da Ermənistanı Qərblə Rusiya arasında rəqabət platformuna çevirir. Amma hazırlığı isə Qərb daha güclüdür burada. Məhz Avropa Siyasi Birliyinin Ermənistanda keçirdiyi bugün və sabahki məhz zirvə toplantısı məhz dediyim kimi Nikol Paşinyan əlini daha da gücləndirəcək. Seçki qabağı onun reytingini kifayət qədər artıracaq. Məhəmməd müəllim, son olaraq əslində bu məsələyə bir daha qayıtmaq istəyirəm. Avropa Siyasi Birliyinin iclası, samiti keçirilir Ermənistanda və seçki öncəsidir təbii ki bu samit və bir çox qərb liderləri də bu samitdə iştirak edir. Məhz seçki öncəsi Ermənistana dəstək baxımından bu nə dərəcədə ümidli görünür? Mən düşünürəm ki, Avropa Siyasi Birliyinin verəcəyi açıqlamalar, birgə bəyanatlar da olacaq və burada maliyyə məsələləri, iqtisadi təhlükəsizlik, gələcəkdə indi populist kimi yanaşmaq, populist bir şüar kimi yanaşmaq istəyirəm bu məsələ. Yəni Ermənistanın gələcəkdə Avropa İttifaqına üzv məsələsi. Amma düşünürəm ki, viza məsələlərin sadələşdirilməsi, Ermənistan məhsulları növbəti mərhələdə Avropa İttifaqına ixracı, Avropa İttifaqının sülh prosesini dəstəkləməsi təbii ki, seçki prosesində Nikol Paşinyan əlini gücləndirir. Həmçinin Avropa İttifaqı da Ermənistanda qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə də kifayət qədər qrantlar vəsait ayırır və bu da Nikol Paşinyanın Ermənistan vətəndaş cəmiyyətinə göstərdiyi bir qayğı kimi də qiymətləndirilir. Ona görə də Ermənistan vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, xüsusilə qərbə bağlı, bunlar da hamısı demək olar ki, Nikol Paşinyanın seçki qabağı kampaniyasına aparacaq və bu da onun reytinginə müsbət kimi yazılacaq. Məhəmməd müəllim, mən biraz öncə qeyd elədim ki, Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi artıq siyasi partiyaların reytingləri açıqlanıb. Burada Mülki Müqavilə Partiyası, Paşinyanın rəhbərliyi elədiyi partiya 26,7% dəstəklə birinci yerdədir. İkinci yerdə isə 14,1% güclü Ermənistan, Rusiya ilə ittifaq platforması. Üçüncü yerdə isə 8,2% Robert Koçaryanın rəhbərliyi etdiyi Ermənistan ittifaqı qərarlaşıb. Yəni, necə düşünürsünüz? Növbəti günlərdə Robert Koçaryanın rəhbərliyi etdiyi bu partiya önə keçə bilərmi? Yəni, belə bir ehtimal varmı?
Mən düşünürəm ki, istər bu keçirilən bu rəy sorğularında istər Hayastan bloku, Robert Kosaryanın bloku və yaxud Samvel Karapetyanın güclü Ermənistan partiyası, bunlar müəyyən dərəcədə yerini dəyişə bilərlər. Yəni, amma hakim mülki müqaviləsi partiyasına birinci yeri almaq mümkün deyil. Düşünürəm ki, bu istiqamətdə mülki müqaviləsi partiyasını, Paşinyanın partiyası öz birinciliyini qoruyacaq, kifayət qədər bu istiqamətdə işlər görür. İndi müxalifət öz aralarında yarışarsa, Robert Kosaryanın Hayastan bloku və Samvel Karapetyanın Rusiya ittifaqı, güclü Ermənistan, bunlar arasında düşünmürəm ki, ciddi şəkildə rəqabət gedər, çünki bunlar koordinasiyalı çalışırlar. Sadəcə olaraq Samvel Karapetyan oliqarxdır, kifayət qədər bunun partiyası vəsaitlər ayırır Ermənistan vətəndaşlarına və düşünürəm ki, burada sadəcə olaraq bu amil daha çox qabarır. Samvel Karapetyan oliqarx milyarder olması. Təşəkkür edirəm Məhəmməd müəllim, çox sağ olun. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz Məhəmməd müəllimlə Ermənistanda iyunun 7-sində keçiriləcək parlament seçkiləri öncəsi artan gərginliyi müzakirə etdik.